Salam mənim gözəl izləyicilərim, evimə xoş gəlmisiniz. Bugün həm sizə yeni evimi göstərmək, həm də özüm haqqında biraz danışmaq istəyirəm. Mənim adım Ülviyyədir, artıq 16 ildə ailəliyəm və həyatımın ən böyük xoşbəxtliyi olan 4 övladım var. 2 qızım 13 və 14 yaşlarında, oğlanlarım isə 8-dir, 6 yaşları var. Mən evdar qadınam, amma bu mənim yalnız ev işi ilə məşğul olduğum anlamına gəlmir. Mən ailəm üçün, övladlarımın xoşbəxtliyi üçün, onların sağlam böyüməsi üçün hər gün ürəklə çalışan bir anayam. Bəhanələr isə mənim lüğətimdə yoxdur. Evdar qadın olsam da mən hər zaman öz üzərimdə çalışıram. Daim öyrənirəm, inkişaf edirəm, uzun illərdir müxtəlif təlimlər alıram, yeni biliklər qazanıram. Öyrəndikcə də çox sevinirəm, çünki bilirəm ki, qadın özünü inkişaf etdirdikcə evi də gözəlləşir, ailəsi də güclənir. Evim. Evim mənim üçün sadəcə divar və otaqlardan ibarət deyil, evim mənim dünyamdır. Burada həm ailəmin nəfəsi var, həm də xoşbəxtlik var, həm də hər gün yaratdığım o kiçik-kiçik gözəlliklər. Huzur mənim üçün ən böyük dəyərdir. Təmizlik, səliqə, rahatlıq, bunlar məni xoşbəxt edən şeylərdir. Bugün sizə göstərəcəyim hər künc, hər detal mənim zövqümü, sevgimi və günlərlə verdiyim əməyi əks etdirir. Burada hər şey tədricən sevə-sevə yaranıb. Amma mənim hekayəm təkcə evimin içi ilə bitmir. Mənim böyük arzularım var. Həm özüm üçün, həm də övladlarım üçün, həm də həyatımın gələcək illəri üçün. Evdar qadın olmaq mənim gücümə güc qatdı. Çünki evdə də nələrsə etmək, nələrsə yaratmaq mümkündür. İllərdir içimdə böyük istəklər, planlar, məqsədlər var. Öz ayaqlarım üzərində durmaq, öz zəhmətimlə daha böyük işlər görmək, həyatımda daha böyük uğurlara imza atmaq istəyirəm. Bu kanalı açmağımın da səbəbi də budur. Həm həyatımı bölüşmək, həm də evdar qadınlara motivasiya olmaq, həm də öz arzularıma doğru bir addım atmaq. Əgər mənim bu səyahətimdə yanımda olmaq istəyirsinizsə, xoş gəlmisiniz. Bu ev, bu həyat, bu yol sizinlə daha gözəl olacaq.